İlk öncə salamlayıram sizi, əziz izləyicilər. Cəmşid Əliyev, səni salamlayıram. Neçənci ildə dünyaya gəlmişsən? 2017. Neçə yaşın var? 7. Hansı klubda oynayırsan? F2. Neçə nömrə formayla? 2. Klub nömrə verilmir, yoxsa özün mü seçmirsən nömrəni? Klub verib, klub. Çox gözəl. Gələcək Əslində 7 nömrə istəyirdim, amma klub verdiyə görə 2 nömrə rədd etmədim, götürdüm. gələcəkdə hansı klubda oynamaq istəyərdin? Təbii ki, Neftçi. Avropadan təklif gəlsə, Neftçi. düşünmədən. Evet. Qol vurmaq yoxsa komandanın üçün müdafiə oynamaq? Hansı? Qolunmaq. Ancaq qol vurmaq. Mövqeyin haradır? Orta. Oyun qurucusu. Kimdir məşqçin? İnqilab müəllim, Nicat müəllim. Sənə hansı taktikalar öyrədilər? Ayaq çəkməyə, pas verməyə, hansını öyrədir, dribling satansı. Komanda yoldaşlarını hamısını saya bilərsənmi? Onların adlarını deyə bilərsənmi bizə? Buyur. Fərid, Süleyman, Ruslan, Firdevsi, Mehdi, Cavidan, Arif. Hansı komanda yoldaşınla yaxşı anlaşa bilirsən topla? Hamısını. Topla mübarizədə hansı ilə daha yaxşı oynaya bilirsən? Süleyman. Süleymanla. Komandamızın ən güclü üzvü kimdir? Süleyman bir dənə. Qalan futbolçular da ki, Adi. Avropada dedin heç bir klubu bəyənmirsən. Yəni Neftçidən başqa. Neftçi. Azərbaycanda futbolçu karyeri oynamaq istəyirsən. Yəni davam etmək istəyirsən. Neftçi. Və Azərbaycan millisində də oynamaq istəyirsən. Messi yoxsa Ronaldo? Olmaz. Düşünmədim. Heç. Real Madrid yoxsa Barcelona? Real Madrid. Və hal-hazırda Real Madriddə oynayan hansı oyuncusunu bəyənirsən? Ronaldo. Sergey Ramos. Oynamırlar onlar heç biri. Hazırda əvvəl bəyənir. İndi heç bir futbolçunu bəyənmirsən. Ən çox sevdiyin yemək hansıdır? Anamın evdə yemək, pişirdiyi yemək. Hansı yemək? Yeməyin adı. Bütün Daha çox xoşladığın, bəyəndiyin. çox. Ən çox xoşladığın meyvə. Alma. Ən çox xoşladığın əşya. Dərs. Dərs oxumaq. Yəni bu sənin məşğuliyyətindir. Əşya olaraq ayaqqabı mı, daraq mı və yaxud da hər hansı bir əşya. Hansı əşyanı xoşlayırsan öz əşyalarını? Səhər dişimi mahsiyyə. Fırçanı xoşlayırsan. Yəni təmizliyi xoşlayırsan. Əhsən sənə. Səni futbola kim yönləndirib? Kim sənə məsləhət görüb? Gördüm ki, qardaşım yaxşı oynayır, kuboklar, zadlar açır. Dedim, şansımı deneyim, atamı qürur aldım, oyuna girdim. Əhsən sənə. Hal-hazırda oynadığın komandada kapitan kimi görürsən? Lider kimi. Ruslan. Flagmanda Ruslandı, bizdə də Süleyman olmalı. Kapitan kimi onları görürsən. Və sənə bir maraqlı sual vermək istəyirəm. Ən çox xoşladığın yeməklər yoxsa futbol? Futbol. Düşünmədən. Və sənə gələcək karyeranda uğurlar arzu edirəm. İnanıram ki, karyeran böyük olacaq, geniş olacaq və Azərbaycan futbolunun incilərindən biri olacaqsan. Mən sənə təşəkkür edirəm. Minnətdaram, vaxtını ayırdın və uğurların bol olmasını istəyirəm. Təşəkkür edirəm.